Hər vaxtınız xeyirli olsun əziz dostlar. Bu dəfə sizə heç bir güzəşt təklif eləmirik. Sadəcə 9-cu sinif buraxılış imtahanı nəticələrimizdən tanış eləmək istəyirik. Bu illəri 9-cu sinif üzrə 51 nəfərimizdən 20 nəfəri 200 arasında oxuyub. Onlardan Emiliya Abdullalı 202.4 bal, Tərifə Nəbizadə 205.8 bal, Nərmin Vəlizadə 213.6 bal, Emil Abbasov 214.1 bal, 169 balla gəlib. Adil Mahmudlu 220.5 bal, Zəhra Qasımova 231.8 bal, Sevda Əliyeva 233.8 bal, Fatimə Balayeva 234.4 bal, Ömər Qafarlı 242.1 bal, İsmail Baxışlı 250.3 bal, Musab Məlikli 252.2 bal, Royal Abbasov 256.4 bal, Humay Hacılı 256.7 bal, Cəbrayıl Əlimərdanov 259.7 bal, Kənan Əlizadə 266.7 bal, Nəzrin Cəfərli 270.1 bal, Sadiq Mazanlı 284.3 bal, Qəni Məcidov 287.9 bal, Sənəd Bətül 289.7 bal və Yaqub Nəzərli 296.7 bal. 300 baldan heç də fərqi yoxdur. Sadəcə bir ingilis dili sualının qapalı suallarını bir dənə səhv edib. Yəqin ki, siz də qəbul edirsiniz ki, bütün ingilis müəllimləri qəbul edirlər ki, bu nəticəni toplayan şagird ingilis dilindən elədiyi səhv hər halda mütləq bir diqqətsizlik səhvidir. Yəni elə biz onu 300 bal kimi görürük və təbii ki, kursumuza bütün siniflər üzrə həm Azərbaycan bölməsi, həm də Rus bölməsi üçün qeydiyyatımız davam edir. Buyurun, gəlin kursumuzla tanış olun, qeydiyyatdan keçin. Övladlarınız bizdə hazırlaşsın, sonunda yaxşı nəticələriniz olsun. Bakıxanov Hazırlıq Mərkəzində hazırlaşmağa dəyər. Hər birinizə uğurlar.